Peyğəmbər sallallahu aleyhi və aleyh ilahi bir nümayəndə idi, elçi idi, imam idi. Bunlar Peyğəmbərin imamətini görürdülər. Elə bil ki, insanların arasında şeytan bu oyunu oynayır ki, insanların şuuraltısına hopmasın bu vəliyullaha tabiçilik, vilayəti tabiçilik. Necə? Məsələn, Musa aleyhissalam gedir Allahla danışmağa, Harun aleyhissalamı qoyur yerində, deyirlər, Musa deyil, bu Harundur. Gedirlər bir dana tapırlar, deyirlər, Tanrı budur. Vəliyullahı qoyurlar tək. İslam Peyğəmbəri Qədirxumda Əli aleyhissalamı tapşırır. Peyğəmbərə tabi edilər də pis yaxşı. Bu vergi reformatı Peyğəmbərə tabi edilir. Əliyə tabi olmadılar. Ona görə İmam Rıza aleyhissalamın hədisi var ki, Qədirxum günü xilqətin ilk gününə bənzəyir. Bizə ki, onda Allah Teala buyurdu mələklərə Adəmə səzdə eləyin. Mələklər səzdə elədilər, şeytan səzdə eləmədi. Bu ona bənzəyir. Yenə də vəliyullahı qəbul edib etməmək problemi çıxır ortalığa. Yəni vilayəti, imaməti və s. bu kimi təfəkkürləri qəbul etməmək çıxır ortalığa. Və Aşura hadisəsi ki, Qədirxumun qanlı davamıdır, faciəvi davamıdır. Aşura hadisəsində də o igidlərin 72 nəfər şəhadət aşiqinin üstünlüyünün ən bariz nümunələrindən biri buydu ki, onlar imamı qəbul edirdi, vəliyullahı qəbul edirdilər. Bütün müsəlmanlar keçmişdilər xəlifə Yezidi qəbul eləməyə. Bunlar İmam Hüseyni qəbul edirdilər. Və maraqlıdır ki, İmam Hüseyin s.ə.v Məkkədən tərpənəndə, hərəkət eləyəndə demir ki, kim Allah yolunda canını qurban eləmək istəyirsə gəlsin. Deyir, mən kana bazilən fina muhcətəhu. Kim bizim yolumuzda canın qurban vermək istəyir. Bu bizim yolumuzda eyni ilə Əli aleyhissalamın siffində dediyi onlar kağızdılar, Quran mənəm sözüdür. Eyni həmin ifadədir ki, din bizik. İstəyirsiniz dinin həqiqətini öyrənsiniz, o bizik. Çox gözəl Seyid. Bizim vaxtımız, əgər başqa bir qeydiniz varsa, buyurun. Bir məsələni qeyd eləmək istəyirəm. İmam Rıza aleyhissalam vəliəhd təyin olundu, bilirsiniz də, Məmun Ərəşid tərəfindən, siyasi məqsədlərlə. İmamın o vaxt elədiyi reformist hərəkətlərdən biri budur ki, Qədirxum gününü dövlət səviyyəsində tətil elətdirdi. O xilafət dövründə, Abbas xilafətdən. Tətil elətdirdi, hətta həmin gün iş olmadı. Və xüsusi bayrama çevirdi Qədirxumu. Ondan sonra uzun müddət, hətta Bağdadda filanda, yəni Qədirxum gününün bayram olunmasını bir tarixdə nümunələrini görür. Hətta tarixin bir dönəmini qeyd edən deyirlər, Qədirxum bayramından 3 gün sonra məsələn. Bu qədər önəmli olmuşdu. Çox maraqlı.